bu yaxınlarda Azeksport portalı yaradıldı və orada Azərbaycanda istehsal olunan ixrac yönümlü bütün məhsullar salınır və bütün istehsalçılar, mən onlara da müraciət edirəm, qoy öz məhsullarını həmən o portala salsınlar. Həm ictimaiyyət bunu görsün, həm də ki, bu onların da xeyrinədir, çünki onların ixrac potensialı artacaqdır. Əlbəttə ki, bütün bu işləri görərkən biz bir də qeyd etmək istəyirəm, bir neçə məqsədi güdürük, ölkə iqtisadiyyatını şahləndirmək, idxaldan asılılığı azaltmaq, ixrac potensialını artırmaq, kənd təsərrüfatı ixracını artırmaq. Mən hesab edirəm ki, biz kənd təsərrüfatı ixracını 2 dəfə artıra bilərik. Bu real hədəfdir. Buna biz çalışmalıyıq.